Salam dostlar, mən Powerbull. Bu günlərim sizinlə birlikdə Red Bull 4 1-dən 15-ə qədər bitirəcəyik. Birinci səviyyələr çox rahatdır. Gördüyünüz kimi. İndi ikinci səviyyə. İkinci səviyyədə birinci səviyyə kimi rahatdır. Mən buraları əvvəlcədən keçmişəm. Red Bull 4'te 2'de Easter egg var. Bunu da YouTube kanalımda izleyebilirsiniz. Size şimdi de göstereyim. Gösteremedim. Size şimdi de göstereyim. Gösteremiyor olmadı. Taxta düşür. Şimdi 3. seviye. 3. seviye biraz çətindir digərlərinə rağmen. Ama yine de rahatdır. Burada bu daşı deyəsən qaldırırıq. İndi bu buradan bura düşməlidir. Oy, ne kadar tullandır. Görürsünüz, indi rampa kimi birdən yer var. İndi buradan düşəsirik. Yıldızı olmadı, ulduzu, ama yine de getdi daha. Maşın var burada. Maşın oxşayan. Araba. Tullanaq, ulduz alır. Dağa və tullanırıq. İndi isə burada ulduzlar alırıq. Ulduzlar düşdü. Ulduzun yanından keçdim. Altında qalbazım yox. Daşın altında qalanda əzidirik. Deyəsən. Başarım verəcək. Vermədi. Yenə də olsun. Və 5-ci bölüm. 5-ci bölüm o birislərə görə çox çətindir. Amma yenə rahatların arasına girer. Burada birinci dəfədir ki suyu görürük. Bu hərəkət nə idi? Düşmədim. Mən çox təhlükəli oynayıram. Və hər an indi 6-cı bölümə gəldik. Boynuzdur. Gördüğünüz gibi burada bağlı test çıxdıq. Bunu bura aparırıq və arabaya çatdıq. İndi gedirik sürətlə. Yox, buradan tullanır. Yox, maşınla. Hə, maşına düşürdü əşya. Onda buradan bunu bunun için atırıq. İndi buradan yerə düşər, təzədən başladardıq. Nə olardı? İndi isə 7-ci bölüm. Tez-tez keçirəm. Oyunu oynayanda da danışmaq biraz çox çətin olur. Burada tullanma olur görün. Əgər bu videoya 15 bəyəni gələrsə, Minecraft videosu bənta modu ilə gələcək. Xeyr. Öldü boş yere. Oyuna təzədən başlayır. Yox. Onu öldürməyə gərək yoxdur. İndi buradan tullanırıq və checkpoint'i aldıq. Getdi. Və indi neçənci bölüm? 8-ci. Və 8-ci bölümdə başladı. Dostlar, buralar biraz çətindir. Amma digər bölümlər əsasən yox. Yəni bu 65-mi, 60-a qədərmi sürür?
Bunun ikisi de gələ bilər. Çox izlənsə. Dediğim kimi ikinci bölümde Easter egg var. Onu ben kanalımda paylaşmışam. Bu 8 bizi atır. Onca bu 8 üstüne çıkmır. Ben indi 8'i tam tersine işlətəcəm ve 8'in üstüne tullandım. 8'in. Burada ne var? Bu dalda kalsın. Aha. Şimdi buradan tullanaq. Ulduz dalaq ve indi qutunu aparırıq. Burada değilsem bu tarafa yine eğilir yok. Bu tarafa edirik ve kaldırırıq. Bir resteye. Şimdi tutulan ulduz da alırıq. Checkpoint. Ayda en pis şekilde oluyor. Bir canımız kaldı. Ben niye o dakika dalıramayayım? Ya premium alırıq ya da reklam izləyir. Ben tez reklam izleyip gəlirəm. Ve yine aynı yere geldim. Bəxtimizə 15 saniyelik reklam geldi. Qalan vaxtı 60 saniyelik reklam falan gelirdi. Şimdi buradan tutulun. Bu defa bodozlama dalmıyor. Ve keçdik. Buradan geri. Ya indi ulduzu da alırıq gedəndə. Burada bu qabığı biz özümüz qabacaq. Dalaq. Gedirik. Ulduz dalaq, ulduz dalaq. Son anda. Hayır, hayır. Ve hayır. Hayda görmem. Şimdi geleceğiz bu yere. Ne zor hareket idi o. Dostlar indi burada 10 da kurtarır. Eğer dediğim gibi eğer isteseniz 15'ten vesaire part ikisi de gələ bilər. Ve indi gedək. Yani part 2 gəlsə yaşıl təpələr gələcək. O daha da çətin yaşıl təpələr. Ama en çətini ay savaşıdır. Hayır. Düşmez. Bunu öldürmeyeceğim çünkü bize kömək elədi. Maşın kimi dönürük. Ve indi çatdıq 11'e. 11'de 12. 3 tane bölümümüz kaldı. Dediğim kimi eğer çok like gelse Minecraft'ta Benta modu ile gələcək. Ben bunun için her şeyi hazırlamışım. Hatta özünə ait giriş bile hazırlamışım. Buna da çok izlenme gəlsə bunun part 2'si gələcək. Buna təzə koyuplar. Ben evvel oynayanda yok idi bura. İndi keçək 13'e. İndi geldik seviye 13'e. Tez keçək. Deyəsən buradan bura çıxırdı. Bu mənə vurdu. İndi mən intiqamımı alsın. Xeyr. Buradan çıxmır. Ve biz indi öldük. Yok öyle bir şey. Oraya değil onu ittirir. Bize değmesin bəs deniliyor.
Gəldik yerə. Bura biraz çətindir deyəsən. Yox, rahatcana elədik. O dəqiqə gəldik. Tepki verməyə heç fırsatım olmadı. Düşdər deyirik. Burada nətər? Ulduzlar da Allah tullanıb. Bir canımız qaldı. Tam da sadece bir ürək qaldı. Yəni bir can. Bu da mən dürdüm. Yox. Və mən reklam izlədim. Canı təzədən aldım. İndi buradan tutmaq ulduzları alırıq. Və gördüğünüz kimi burada durmalıyıq. Yoxsa bu özü qoymur getməyə. Tulanır. Onu heç saymayacağım. Qayıdıb onu götürməyim. Onu götürüm, onu öldürək deyəndə özümüz öldük. İndi gedək. İndi buradan tullanaq və buranı da keçək. İndi geri level 14. Və səviyyə 14'e gəldik. Bundan sonra bir səviyyəmiz qaldı. Xeyr. Düşmə, nə olur? Qoymadım. İndi yerdən başladırıq və canlar getmiş. Tullanduq. 14 ən çətinlərindən biridir. Burada. Xeyr, əzəcək bizi. Buradan bunu daşı dala edirik. Dostlar, indi daşı buradan körpüdən keçirəcək. Tez. Və gördüyünüz kimi keçirdik. İçimin yağlar erdi. Bayaqlarım əsəbləşmişdim. Mən azıqdan gedirə dala. Dur da burada. Qal da burada. Heç yersən. İndi buradan yuxarı çıxaq. Və boss. Axırıncı bölüm. Və boss'a gəldik. İndi oyundur. İndi boss deyib çox danışa bilməyəcəm. Amma bu 15-ci birinci boss'da yəni rahatdır. Easy. Bırak. Dostlar, mən niyə kəsirəm bilirsiniz? Çünki oyun aralarında oyun keçəndən sonra reklam verir. Və indi 2 dənə kvadratdan atır. Ve dostlar buranı da keçirik. Diğerini öldürdü. Ve ben dostlar 15-ci boss'unu öldürdüm. Gələn dəfə qaranlıq ormana keçəcəyik.